Deyəsən ölkədəki hər kəs səyahət üçün mənim kimi bu oteli seçib. Əvvəllər qiymət aşırı yüksək idi, indi nisbətən uyğunlaşıb. Bu da otelimizin nahar açıq bufeti. Açıq bufetdən sıxılanlar üçün də çöldə alternativ seçimlər var idi. İlk dəfə bir səyahətimdə bu qədər çox izləyicimlə qarşılaşırdım, hər kəslə salamlaşırdıq. Qeyd edim ki, otelimizin səhər və axşam bufeti möhtəşəm idi. Ancaq nahar açıq bufetini o qədər də bəyənmədim. Axşam açıq bufetinə nisbətən seçimlər daha az idi, ancaq əlbəttə ki, doymaq olurdu. Nahar açıq bufeti saat 1-in yarısı başlayırdı, saat 3-ə, 4-ün yarısına kimi də davam edirdi. Eyni şəkildə əsas yeməklər, atışdırmalıqlar, şirniyyatlar, salatlar, məzələr filan var idi. Ekerin bu ayranını da çox bəyəndik. Türkiyənin kolası bir mənəmə əla gəlir. Bu arada soğan halqası və baharatlı fil kartoflar da əla idi. Yeməyi çox sevsəm də, fərqli seçimləri yoxlasam da insan mədəsi bir yerə qədər tutur. Ona görə də biz adətən səhər və axşam bufetinə gəlirdik. Çünki axşam bufetində çox gözəl seçimlər olurdu. Demək olar ki, bütün otellər sanki axşam bufetinə daha yaxşı hazırlaşırlar. Otelin birinci mərtəbəsində də çox gözəl türk kahvesi hazırlayırlar. Mütləq gedənlər yoxlasın. Əsas hissə ilə otağımız 7 dəqiqəlik məsafədə idi, idman olurdu. Oteldə 3 alakart restoran var idi. Onlarda seçim edə bilərsiniz. İtalyan çön restoranı mütləq rezerv etmək lazımdır. Müştəri xidmətlərindən saat 10-dan 12 arası.